Modal verbs. İlkin başladıq can. Can var, must var, need var, növbəti should var, may, might var, be able to var, ought to var. Hər birinin izahatını verəcəyim uşaqlar. Can bilmək, bacarmaq mənasını verir. Məsəl üçün, I can swim well. Mən yaxşı üzməyi bacarıram. İnkarda özündən sonra not. Ümumiyyətlə yadda saxlayın, modal fe'llərin 99%-i modal fe'llərdən. İnkarı özlərindən sonra not hissəciyə əlavə olunur. Sualda da özləri çıxır qarşıya. Məsələn, I can swim well, mən üzməyi bacarıram, yaxşı üzməyi bacarıram. I cannot swim well, mən yaxşı üzməyi bacarıram. Sualda sən üzməyi bacarsan, can you swim well? Sual forması. Can'in də keçmişi could'dur. Məsəl üçün, could bacarırdım dedim. Məsəl üçün, deyirəm last week. Deyirəm, mən keçən üzməyi bacarırdım. I could swim well last week. Mən keçən üzməyi bacarmırdım. I couldn't. Yenə not verdim. Yenə sual verirəm ki, siz keçən üzməyi bacarırdınız. Deyirəm, could you swim well last year? Yenə must malı məli. Məsəl üçün, I must learn English language. Mən ingilis dilini öyrənməliyəm. Mən ingilis dilini öyrənməliyəm. Mən rus dilini öyrənməməliyəm. I mustn't learn Russian language. Sualda qarşıya yenə must çıxır. Sən ingilis dilini öyrənməlisən. Necə deyirəm? Must you learn English language? Eyni zamanda onu da bildirim ki, burada malı məli kimi have to da var. Yəni must'ın sinonimi have to da var. Bu danışıq öyrənmək istəyənlər üçün çox da vacib deyil. Must onu bilsələr kifayətdir. Amma abituriyentlər üçün çox vacibdir. Have to malı məli. Üçüncü şəxsə görə dəyişir. Üçüncü şəxslərin təkində olanda has to, amma digər şəxslərdə have to olacaq. Məsəl üçün, burada deyirəm, mən ingilis dilini öyrənməliyəm. Deyirəm, I have to learn English language. Mən ingilis dilini öyrənməməliyəm. I don't have to learn Russian language. Rus dilini öyrənməməliyəm. Sualda sən ingilis dilini öyrənməlisən. Do you have to learn English language? Do çıxdı qarşıya. Aygün ingilis dilini öyrənməlidir. Aygün has to learn English language. Aygün ingilis dilini öyrənməməlidir. Aygün doesn't have to learn Russian language. Rus dilini öyrənməməlidir. Does Aygün have to learn English language? Aygün ingilis dilini öyrənməlidir. Sual forması. Burada əgər baxsaq, have to'nun, has to'nun inkarı do not, does not ilə düzəldi. Nə ilə? Do not, does not ilə düzəldi. Siz deyə bilərsiniz ki, müəllim, bəs demiş ki, özündən sonra not gələcək. Bəli, modal fe'llərin 99% özündən sonra not gəlir. Amma bəzilərində isə do not, does not. Yadda saxlayın. Heç vaxt modal fe'lin belə düzəlmir. Have not to və yaxud da ki, has not to kimi işlənməsi yoxdur. Yəni, belə görürüz, avtomatik o tez səhvdir. Belə bir şey yoxdur. Diqqətli olun, baxın. Burada nida işarəsi qoyuram, diqqətli olun. Getdik növbəti. Mustla have to bərabər oldu. Yəni, malı məli deməkdir. Bunların da bir keçmişi var. Had to, bu da malı məli idi, keçmişi. Məsəl üçün, mən keçən il Amerikaya getməli idim. I had to go to USA last year. Mən keçən il Amerikaya getməli idim. Had to verdim. Mən keçən Amerikaya getməməli idim. Keçmiş olduğuna görə inkarı did not verdim. I did not have to go. Biz də bilirik ki, inkar verəndə fail qayıdır. Birinci formaya. I did not have to go to USA last year. İndi sual. Siz keçən il Amerikaya getməli idiniz. Did you have to go to USA last year? Did də çıxdı önə. Getdik növbəti modal fe'limiz need. Need nə oldu? Ehtiyacı olmaq. Məsəl üçün, pul qazanmağa ehtiyacım var. I need make money. Pul qazanmağa ehtiyacım yoxdur. I needn't, yəni need not make money. Sənin pul qazanmağa ehtiyacın var. Need you make money? Need çıxdı qarşıya. Növbəti need ehtiyacı olmaq əsas fe'l kimi. Yəni, yadda saxlayın, need ümumiyyətcə həm need var, həm də need to var. Need ehtiyacı olmaq, need to da ehtiyacı olmaq. Özündən sonra to gəlirsə,
Bu əsas feildir. Amma sadədirsə bu modal feil sayılır. To-nu görən kimi bilirik ki, bu əsas feildir. İnkarı do notdan istifadə olunubsa əsas feildir. Do-la sual forması verilibsə əsas feildir. Yəni bir əsas feilə aid olan komponent necə olurdu? Dedik, iki feilin arasında to gəlirdi. İnkarı do not, sualda do çıxırdı önə. Getdik should-a. Should nə deməkdir? Gərək, gərək ki. Mən gərək nənəmə baş çəkim. I should visit my grandmother. I should visit to my grandmother. Mən gərək nənəmə baş çəkim inkarı. I shouldn't visit to my grandmother. Sualda should çıxır qarşı. Should you visit to your grandmother? May, might. Olar ki deməkdir. I may go to Dubai. Mən ola bilər ki Dubaya getdim. Yəni may də deyə bilərsən, might də deyə bilərsən. I may or might not go to Dubai. Mən ola bilər ki Dubaya getmədim. May I go to Dubai? Olar Dubaya gedim. Yəni sual formasında may. Məsəl üçün sual verir dərsdən çıxanda. Məsələn belə sual verir. May I go out? May I go to out? Bu nə deməkdir? Out. Yəni mən çölə çıxa bilərəm. Odur bu. Out. Yəni bu o zaman işlənir. Would like istərdim. Bu əslində modal feil deyil, sadəcə olaraq özü demək. Would like istərdim. Məsəl üçün want-un sinonimi nəyin? Want-un bir sinonimidir. Bu nəzakətli formada deyilir. Would like istərdim. Məsələn, mən Məkkəyə getmək istərdim. I would like to go to Məkkə. Mən süd içmək istəməzdim. I wouldn't like to drink milk. Sonra sualda da would çıxır qarşı. Would you like to drink milk? Süd içmək istərdinizmi? Would çıxdı qarşı. Növbəti getdim be able to, yenidən nədir? Bacarmaq. Be burada parçalayırıq. Necə parçalayırıq? To be-nin biz am da ola bilər, is da, are da, was da, were da, shall da, will da, shall be da, will be da, yəni gələ bilər. Tamam mı? Yəni mütləq özündən sonra be-nin mütləq özündən sonra to'su var, yadda saxlayın. Sonra nəyin to'su vardı? Be-nin to'su var idi. Ought-un to'su var. İndi göstərəcəyəm burada da. Sonra have to-nun, has to-nun da to'su var idi. Baxın, yadda saxlayın. Testdə də düşəndə, yəni bunların to'ları var. Məsəl üçün, mən üzməyi, yaxşı üzməyi bacaram. I am able to swim well. Yəni bunlar bərabərdir. Əvvəldə burada demişdim ki, I can swim well. Baxın, burada xatırlayırsınızmı? Bunlarla bu sinonimdir. Yəni ikisini də eşidə bilərsin. I am not able to swim well. Yəni mən üzməyi bacarmıram. Not verdin. Sualda are you able to swim well? Sən üzməyi bacarırsan. Sual verə bilərsən ki, müəllim, bəs belə deyə bilmərəm. Can you swim? Can you swim well? Sən yaxşı üzməyi bacarırsan. Belə deyə bilmərikmi? Yəni bax buradakı kimi. Təbii ki, deyə bilərsən. Yəni bu ingilis dili daha biraz akademik, daha biraz beynəlxalq dildir. Yəni versiyalar çoxdur. Bu da akademik şəkildə. Yəni ikisi də bir-birinə bərabərdir. Fərq yoxdur. Yenə getdik ought to, yenə gərək ki. Özündən sonra baxın, to tələb eləyənlərdən də biri ought to-dur. Məsəl üçün, sən gərək nənənə baş çəkəsən. Mən gərək nənəmə baş çəkim. I ought to visit to my grandmother. Mən gərək nənəmə baş çəkməyim. I ought not to visit to my grandmother. Sualı da ought çıxır qabağa. Ought you to visit your grandmother. Sən gərək nənənə baş çəkəsən, sual verirsən. Təbii ki, burada hər birini qeyd etdim. Daha sürətli dedim ki, uşaqlar daha qısa olsun, yorucu olmasın. Hər birinizə uğurlar arzu edirəm. Hər hansı bir sualınız olan zaman çəkinmədən bildirə bilərsiniz.